Bugün Bolnis rayon məhkəməsində Georgi Şinçiqaşvili və keşiş Georgi Camdelyaninin işi üzrə ikinci hazırlıq iclası baş tutdu. Məhkəmə iclası tərəfin vəsatəti ilə qapalı baş tutdu. Cavabdeh tərəfin sübut tələb etmə və işə xitam vermə barədə vəsatətinin bugünkü iclasda təmin edilmədiyi məlum oldu. Hakimin qərarı ilə İşin əsaslı dinlənməsi və şahidlərin dindirilməsi martın 16-sına təyin edildi. Bugünkü dinləmədə keşiş Camdelyani də iştirak etsə də mediaya açıqlama vermədi. Xatırladaq ki, Şinçiqaşvili ötən ilin sentyabr ayında hüquqlarını qorumaq üçün Bolnis rayon məhkəməsinə keşiş Camdelyaniyə qarşı böhtan iddiası qaldırmışdı. Hələlik məhkəməyə hazırlıq mərhələsindəyik. Bizim irəli sürdüyümüz tələblərdən 2 şahidin dindirilməsi tələbi qəbul edildi. Mərkəzi Kriminal Polisi Departamentindən müəyyən istintaq materialları tələb etmişdik, amma hakim rədd etdi. Həmçinin icraatın dayandırılması tələbini də hakim rədd etdi. Bugün hazırlıq iclası baş tutdu. Növbəti iclas əsas məhkəmə olacaq. Orada şahidləri dindirəcəyik. İclas qapalı olduğuna görə başqa məlumatlar verə bilmirəm. Hakimin ədalətli qərar verəcəyini gözləyirik. Biz əlimizdəki dəlillərlə həqiqəti təsdiqləyəcəyik.